Salam əziz dostlar. Demək dünən üzr istəyirəm. Övladımdan ötəri getmişdim Bərdər Rayon Mərkəzi Xəstəxanasına ki, ona sağlamlıq haqqında arayış alım. Qardaş, sağlamlıq haqqında arayış almaqdan ötəri nə zulm çəkilmişlər insanlar. Yük vaqonunda Moskvaya getsən ondan yaxşıdır. Demək saat 9-dan 3-ə kimi 20-dən çox həkim otağında oldum. Ondan əlavə korpusları, o korpusdan çıx, bu korpusa get, bu korpusdan çıx, o birisinə get. Özüm ikinci qrup əlil. Ayağım endiroprotez. Mən o mərtəbələri çıxıb düşməkdən, qardaş, uşağa sağlamlıq kağızı alsam da, özüm sağlamlığımı itirdim. Ondan əlavə, niyə itirdim sağlamlığımı? Bunu da qeyd edeyim. Birinci növbə insanın psixologiyası pozulur. Həkim otaqlarının qarşısı şəkər xəstələri ilə doludur. Təzə layihə yaranır, şəkər xəstələri həkimlər müayinələrindən keçməlidirlər. Ondan əlavə çağırışçılar, xəstələr, xəstəxananın koridorunda həkim otaqlarının qarşısından keçmək mümkün deyil insanlardan. Qardaş, vallahi ayıbdır. Dəfələrlə demişik ki, Bərdə xəstəxanası, Bərdə rayonu, qardaş, balaca rayon deyil. Burada insan, əhali çoxdur. Qıraq rayonlardan da gəlirlər bura. Dəfələrlə demişəm ki, buranın emertesi, katesi yoxdur. Bərdiyə bu lazımdır. İnsanlar əzab, əziyyət çəkir. Bu səhiyyənin vaxtında belə deyildi. Səhiyyənin vaxtında insanlar hasadçılıqla gedirdi, həkimindən müayinədən də keçirdi, arayışın da alırdı, əsəb də keçirmirdi, nervi də keçirmirdi. Olmaz ki, bu təbibi ləğv edib yerindən səhiyyə qaytaraq, bizim də canımız tutarsın. Bu qədər əzab, əziyyət çəkmir. Vallahi bir abırsılıqdır. Ondan arada xəstəxananın qarşısında demək gördüm 4 dənə təcili maşını dayanıb. Onun ikisi, dostlar, bu Maşada ayının multifilmindəki canavarlar maşın xarab olur, təcili yardımçı itəlirlər. Bax, həmin təcili yardımlardan. Ayıbdır, hansı əsrdir? Onda xəstə gedib gələ bilər. Vallahi mən bizədən onu demək istəyirəm ki, səhiyyənin vaxtında belə deyildi. Bu təbibin yaranandan, bu sığorta yaranandan biz insanlar zulüm çəkirik. Həqiqətən əzab çəkirik. Olar ki, nəzər alardılar, bu təbibdənsə bu səhiyyə verərdilər Bərdə xəstəxanasını. Biz vətəndaşların da canı dincələrdi. Sağ olun dostlar, təşəkkür edirəm.